vətəndaşam da, mən burada nə edirəm, sənə nə mane olur? Bezdirmisən sən laf mənə. Nə olur? Nə olur? Heç sən oturub söhbət edirik. Nəyə oturub söhbət etmək olar? Salam. Nə oldu? Nə məsələdir? Nə problemin var? Mən sadəcə qabları yığıram buradan, yəni boş zibi qabından zaten qabları yığıram. Gəlir deyir ki, tuşanımızı bildirsən, amma heç nə eləməmişəm. Yəni yolumla gedən adamam. Amerika qoyublarsa insanlar oturmağı üçün nəzərə tuturlar. Əlində yeri zibilləmiş ki, yerdə bir şey atmır ki, sənə mane olur. Söz demədim, sadəcə dedim ki, çayzaq gətirin, sənə də köməkli eləmək istədim ha. Əgər dur. Sən çay gətirmək istəsən, gətir çay ver də. Yəni bu sənə köməkli etməsə elə. Sən gəlib tətbiq eləməyə, təpiyi vurmaq əlindəkinə sən köməkli eləmirsən. Yəni biz zarafatlaşırıq, narahat olma. Arkadaş tanıyırsan zarafatlaşırsan. Zarafat edirsən. Həqiqəti Allah bilir, amma ki heç nə. Bu kiminsə əlindən gəlir. Sözüm yoxdur deməyə. Olmaz axı. Obyektin gəlsən, bizim oturmuşsa ki, sən köməkli edin burada. Hadi çayzaq verin. Bu qardaş yəqin saflaşır. Ay qardaş, sən çay verəndə təpiyib çay verirsən. Ayağım dəydi məsələn. Ayağım dəymədi, sənə gördüm o ki, təpiyi vurmağım. Normal insanlar oturan yerdə Təhqir eləməyib səni. Yox. Vurmuyub səni. Yox, vurmayıb. Geçin demək. Çox sağ ol qardaş. Heç nə qardaş, mən özüm rayondanam. Anam xəstədir. Burada belə Bakıda uzaqda qalıram Kirədə. Burada biraz bürgülədim, yuxum gəldi. Gəldi dedinəm dükanımı batırırsan belə elə. Yəni belə söz söylüyor. Yox, vurmayıb mən amma. Qalmağa yerin zadım var. Uzaqda qalmağa yerim var. Burada biraz bürgülədim. Başım gizəlləndi. Halım Ara yox. saparmaq lazımdır günlərə. Yox, elə qab yığıram buralarda. Prosta halım yox idi biraz. Sən buralarda qalırsan yəni. Yox, biraz uzaqda qalıram. Prosta burada qab atıqları daha çox olur. Ona görə dedim burada biraz yığım, günlük alverim olsun da. İki işdə işləyirəm. Dedim həm bununla boş vaxtım da boş getməsin də. Başa. Ən azından savaş insanların kütlü olan yerində ol ki, belə insanlar gəlib sənə mane olmasın. Biz də mane olmaz. Buradayıq. Nə olsa gördün soruşdum özündən də ki, nəsə ziyan vurmayıb, nəsə eləyibsə aparaq tədbirini görsünlər. Yox, əgər eləməyibsə vurmayıb məni. Sadəcə belə deyir ki, mənim dükanımın yanında dayanma. Çox gəlməz. Burdasan da sən, hə? Hə, buradayım, biraz istədim uzanım, dincəlim burada. Otur istirahət elə bir 5 dəqiqə getmir sonra gəlir, yaxşı? Yaxşı. Çox sağ ol, var olasın. Elə ki, əziz izləyicilərimiz, çox gözəl alındı. Polislərin belə reaksiya verməsi çox gözəl bir şeydir, həqiqətən. Yəni, hər bir şeyi soruşmağı, maraqlanmağı. Bax, adi adamlar da keçir. Hal-hazırda çəksən, çək. Məsəl üçün, adi adamlar keçir. Bir də təpiyyat adi adamın yanında, bax. Adi adama lazım. Tez gəldi, çıxdı, getdi. Adi adamın yanında təpiyyat. Bax. Bax, görürsən? Dur. Bax. Nol reaksiya, bax, nol reaksiya. Bax, görürsünüz? Bax, görürsünüz, keçdi, getdi. Bax, görürsünüz? Həqiqətən polis öz vəzifəsini doğru düzgün yerinə yetirir. Və gördüyünüzdə çıxdı, getdi. Hə. Heç nə, mənə dedilər, gözdə gəlir, maraqlıdır, mən də dayanaq, 5-10 dəqiqə görək. 5-10 dəqiqə dayanaq, görək axırı nə olur. Qardaşım, bizdən gələn elə də böyük bir şey yoxdur. Niyə yorulur? Ya, baxdım, biraz yorğunsan. İndi başa düşürəm ki, işdə işləyirsən, amma elə bir yerdə ol ki, ən azından ictimaiyyət qarşısı olsun. Biz hər yerdə varıq, amma o demək deyil ki, biz hər dəfə insanları qoruya bilirik. Çox sağ olun, var olasın. Oldu qardaş. Nəsə lazım olsa, yenə də biz burada, bizi burada durmuşuq. Yaxşı insanlar azdır, amma hər şey deyil. Bir dənə sizdən bir söz soruşa bilərəmmi? Buyurun. Allah'a inanırsınız? İndi təbii ki, Allah hamımız inanırıq. Mən də inanırım. Allah hamımıza kömək olsun, amma hər bir insan fərqlidir. Təəssüf ki, hamının içində bir insan sevgisi olur. Hər bir halda çalış olsun, qoruyasan. Harasa lazımsa, yola çıxarmaq lazımsa, yola çıxardaq, yola salaq. Bəlkə azmısan, bəlkə qalmışsan. Yox, sadəcə işləyirəm burada. Sağ ol, yeməyə görə çox sağ olun. İş olsun. Sağ ol.